YouTube'da belə başlıqlı videonun olub olmadığına əmin deyiləm. İnşallah ki də olmaz, heç kimdə olmaz. Bugün başıma bir hadisə gəlib, gülməmə baxmayın, həqiqətən çox qorxmuşam. Amma dedim ki, sizlə də paylaşım. Mənim başıma gəlib, sizin başınıza gəlməsin, mütəmadi yoxlamalarınızı eləyin. Deməli nə olub? Ən başdan sizə hadisəni danışım. Sonra bir-iki şeyləri də göstərəcəm sizə. Bizdə elektrik yuvası bir fazadır. Bizim evdə elektrik yuvası bir fazadır. Bir fazalı elektrikdir yəni. Elektrik gəlir də, yuva deyirlər, nə deyirlər də bilmirəm. Nəysə, gəlmişəm evə, işdən gəlmişəm evə, gecə işdəydim. Gəlmişəm evə, hardasa bir 4-5 saat yatmalıydım və sonra da getməliydim. Gəlmişəm evə, yatmışam. Səhər oyanmışam ki, Alex özünü dağıdır. Alex hürür. Alexin səsini oyanmışam ki, nə oldu da buna? Dostlar, çıxmışam çölə. Görürəm ki, sağ olsun bir yaşlı qadınla bir yaşlı kişi, yəni elə bil Allah göndərmişdi onları. Allah onlardan razı olsun. Bəs ay eviyəsi qapını döyürlər. Dağıdırlar da qapını. Da mən də çıxdım çölə belə baxdım, buyurun nə olub? Qorxdum belə ki, nəsə olub da. Başa düşdüm nə yəni nəsə oldu onun. Qayıtdı ki, bəs şey yanır, tok yanır. Dümdüz yanır tok yanır. Qayıtdı ki, tok yanır. Tez bazar əynimi zadımı geyinmişəm, çıxmışam çölə. Görürəm ki, şotsik yoxdur uşaqlar. Şotsikin yəni mənim bildiyim belədir. Bilmirəm indi belə olmalıdır yoxsa yox. Mənim bildiyim belədir ki, bu şotsikin təyinatı budur ki, nəsə bir alışma olanda, nəsə bir qısa qapanma olanda bu açsın da bu şotsik, yəni elektrik cərəyanını ayırsın ki, evə nəsə yanğın olmasın, nəsə baş verməsin. Çıxmışam çölə ki, nə şotsik qalıb, şotsik çili-çili yanıb, liniyaya doğru belə tok yana-yana o qalxa-qalxa gedir. Nəsə baxdım belə, düşmüşəm şoka. Bilmirəm nə edeyim, necə eləyim. Başıma da belə bir şey gəlmiyor axı. Birinci narsız istədim ki, əlimdən nəsə vurum. Sonra dedim, toka əl vurmaq olmaz da, bu dəqiqə yansa da var axı bunda tok. Götürmüşəm şeyi, fırçanı, o taxtadan belə fırça var. Onunla bir tər vurmuşam, ayırmışam. Dəli olmuşdum da. Bununla bağlı da nə eləmişəm, necə eləmişəm, nə cür olub onlara danışacağam sizə ki, Allah eləməsin başınıza gəlsə, siz də onları eləyin. Bir də indi çıxaq çölə, çöldə sizə bəzi şeyləri göstərim. Deməli, daha sonra yığmışıq 199-dur səhv eləmirəmsə, Azərişığın nömrəsi qaynar xəttinə ki, bəs belə bir hadisə baş verib. Lakişko, necəsən, öyle ki, canım Lakim. Bu da Lakicizin, Lakini də göstərim sizə. Bunu ayırım. Lakim. Ne oldu oğlum, bu niye düşmüyor? İşte. Neyse uşaqlar. 199-a zəng eləmişik. Deməli, 199 qaynar xəttinə zəng edib məlumat verməlisiniz. Yanğın davam edirsə mütləq fövqəladə yığmalısınız. Mən də bir təhər onu şey elədim deyənə, yanğını ayıra bildim deyənə, yəni toku ayıra bildim, yanğın davam eləmədi deyənə zəng eləmədim də, yəni ehtiyac olmadı. Amma sizdə davam eləsə mütləq ayırmalısınız. Baxın, bununla qaraltın görürsünüz burada. Bununla bir təhər vurdum, ayırdım cərəyanı. Ona görə yanğın davam eləmədi. Səbəb də deməli, sonra bir onu da göstərim sizə. Qapı bağlıymış. Deməli, uşaqlar, Azərişıq səbəb olaraq deyir ki, yüklənmə olub. Yəni, bir dəfə olmayıb da bu yüklənmə. Daimi olaraq yüklənmə olub. Sadəcə olaraq, yəni, indi özünü beləcə üzə verib də, indi özünü bir üzə verib. Yəni, bu bir dəfəyə məxsus bir şey deyil. Yüklənmə olub. Daha sonra özünü bir üzə verib. Azərişıq deyir ki, yüklənmə olub. Cərəyan xəttində yüklənmə olub, daimi olaraq yüklənmə olub. Bir də ən əsas məsələ şübhələrdən biri odur ki, boşluq olub. Baxın, sizə göstərim. Biabırçılıq da, yəni. Bir də buna baxın. Gəlin sizə göstərim, burada nə baş verib. Təsəvvür edin, yanıb. Görürsünüz, burada tok yanıb. İndi belə
birbaşa liniyadan bizim evə elektrik veriblər. İndi onu da izah edəcəm nə oldu orada. Əməli başlı yanırdı da yəni. Bildiyimiz yanırdı. Mən yanırdı deyəndə cəmaət elə bilir ki, belə nəsə iskra falan verib eləyib. Elə yox, yanırdı. Yəni əməlli başlı yanırdı. Nəysə, Azərşıq dedi ki, yüklənmə olub, daimi yüklənmə olub və ən əsas məsələ onlardan, ən əsas şübhələrdən biri odur ki, boşluq olub şeydə. Liniyada, həmin o şotçikin daxilində boşluq olub. Və bu mütəmadi olaraq hardasa bir 5 aydan bir, 6 aydan bir yoxlanılmalıdır. Yəni sizdə də mütləq 5 aydan bir, 6 aydan bir şotçikləriniz yoxdur. Yəni mən bundan sonra mütləq eləyəcəm. O diri insanın başına gəlməsə bilməz. Mənim uca başıma gəldi. Uca bilirəm. Sağ olsunlar. Zəng elədim, gəldilər. Azərşığın əməkdaşları sağ olsunlar. İşıqsız qalmayaq deyə, şotçik hələ ki yoxdur da. İşıqsız qalmayaq deyə birbaşa cərəyandan evdə elektrikə, evin elektrik xəttinə bağlantı elədilər ki, bir ay ərzində təzə şotçik qoyulacaq da, elə bil yeni şotçik qoyulacaq. O müddət ərzində işıqsız qalmayaq deyənə sağ olsunlar. Belə bir şey elədilər. Operativ xidmət göstərdilər. Onu da deyim, sağ olsunlar bir daha. İndi yeni şotçikin ödənişi olunacaq. Qəza aktı tərtib olunub. Yeni şotçikin ödənişi olunacaq. Yeni şotçikin ödənişi də elə bildirişlə gəlir. Yəni elektrik, işıq pulu necə gəlir? O da elə həmin onun üzərinə gəlir. Yeni şotçikin pulunu verirsiniz. Yanıma gəlmir tam rəqəmlər, amma bir faz olanda deyəsən 88 manatdır. 3 faz olanda 150 manat, nəsə belə bir şotçik bədəli var da. Belə uşaqlar. Yəni görürsünüz, gözləmədiyiniz yerdən, yəni həyatda belə şeylər ola bilir. Gözləmədiyiniz yerdən başınıza belə şeylər gələ bilər. Ona görə mütləq bu elektrik xətti, elektrik döyüşü ki, zarafata gəlmir. Həm də o momentdə adamın ağlına heç nə gəlmir. Yəni nə eləməli olduğunuz həqiqətən ağlınıza gəlmir. Ona görə də mütləq şəkildə yoxlanışlardır, falandır, filandır. Bunları mütləq eləmək lazımdır, mütləq. İndi bilmirəm, qazda da, suda da nəsə belə bir yoxlanışlar var, yoxsa yox. İndi bunların aralarında yəqin ki, ən təhlükəsi sudur, məlum məsələdir. Amma qazda da bilmirəm, nəsə sızıntı falan ola bilərmi, Allah uzaq eləsin. Siz təsəvvür edin, necə yanğın olubsa, yəni dəmirdir də bu. Dəmiri əridib tökmüşdü yerə. O yuvanın qapağını. İndi gözləyirik, yeni şotçik gəlsin. Görək başımıza, ondan sonra başımıza nə gəlir. Belə dostlar, ehtiyatlı olun, müğayət olun. Bu videonu çəkirəm əsasən ona görə ki, sizin də məlumatınız olsun. Yəni bu mütəmadi yoxlanışları falan eləyin. Həqiqətən mütləq eləyin. Çünki Allah eləməsin, böyük hadisələr baş verə bilər. Elektrik xəttini həddindən artıq yükləməyin. Sizə gələn elektrik neçə amperaja kimi yüklənə bilərsə, onları mütləq şəkildə ölçün, yoxlatdırın. Bunu hansı ki, Azərşığın əməkdaşları sizə bu barədə detallı məlumat verirlər. Allah qorusun hər birimizi, Allah qorusun. Öpürəm sizləri, yaxşı ki varsınız. Mən bu bəzi şeylər sizlərlə paylaşanda, YouTube-a video çəkəndə insan həqiqətən rahatlayır da. Mənim üçün bu terapiya kimi bir şeydir. Və bu terapiyanı davam eləməyi üçün videomu bəyənməyi, fikirlərinizi kommentdə yazmağı, bəyəndinizsə kanalıma abunə olmağı yaddan çıxarmayın. Sevirəm sizləri, sağ olun, salamat qalın.